Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Kardeşler, bu zina məsələsi ilə ilgili qısa tövsiyə eləmək istəyirəm bütün qardaşlara və bacılara. Hansı ki, bugün onun vəsilələri həddindən artıq çoxalıb. Çox insanlar medialarda, çox insanlar müxtəlif sosial şəbəkələrində və yaxud da televiziya vasitələrindən və s. kimi vəsilələrdən istifadə etdiklərinə görə, ona görə belə bir çirkin əmələ düşmək ehtimalı imanı zəif adamlarda daha çoxdur. Ona görə qısa tövsiyə odur ki, bilmək lazımdır ki, Allah Azza və Cəllənin əmrlərinə təslimiyyətdədir bütün xeyrin başı və bütün zərəlin başı da Allah Azza və Cəllənin əmrlərindən qırağa çıxmaqdadır. Və bu baxımından müsəlman çalışmalıdır, onun dininə, irzinə, namusuna, şərəfinə xələl gətirən hər bir şeydən uzaq dursun. Və xüsusən də bunların ən böyüklərindən biri də bir insanın zinaya düşməsi, bir insanın zinanın vəsilələrindən çəkinməməsidir. Hədis var Buxaridə və Müslimdə, Abdullah ibn Məsud radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum ki, Allah qatında ən böyük günah hansıdır? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ən təcəalə lilləhi niddən və huvə xalaqaq. Allah səni yaratmış olduğu halda başqasını Allaha bənzətməyindir. Yəni şirkdir. Deyir ki, sonra dedim ki, ya Rasulallah, hansı daha böyükdür? Peyğəmbər s.ə.v deyir ki, o övladın sənin yeməyinə ortaq olmağından qorxaraq onu öldürməyin. Yəni adam öldürmək, haqsız yerə. Deyir ki, sonra soruşdum ki, hansıdır ya Rasulallah? Peyğəmbər s.ə.v deyir ki, qonşunun qızı ilə zina etməyin. Yəni zina etmək. Burada sadəcə misallardır bunlar. Ona görə əziz qardaşlarım, Əhməd ibn Həmbəl rahiməhullahdan soruşulanda deyir ki, yəni şək yoxdur. Deyir ki, adam öldürməkdən sonra zina qədər böyük bir günah mən tanımıram. Sələflər bu əmələ çox çirkin baxarlardı, həddindən artıq. Sələflər bu əmələ çox çirkin baxardı. Çünki bu insanın namusunu, insanın həyasını, insanın üzündəyi nuru aparan ən böyük çirkin əməllərdən biridir. Ona görə hətta hədis var, hədisin isnadı zəifdir ki, şirkdən sonra ən böyük günah zinadır deyə bu mənada hədis var. Lakin Şeyx Albani zəifləşdirib. Allah Azza və Cəllə qardaşlar buyurur, وَلَا تَقْرَبُ الزِّنَا Zinaya yaxınlaşmayın. İnnəhu kənə fəhişətən və səə səbilə Həqiqətən o fahişəlikdir və pis yoldur. Baxın, Allah Azza və Cəllə demir ki, zina etməyin. Allah Azza və Cəllə deyir ki, zinaya yaxınlaşmayın. Yəni, zinaya səbəb olan, vəsilə olan bütün vəsilələrdən uzaq olun. Ona görə gözünü müsəlman, istər kişi olsun, istər qadın olsun, bütün haramlardan qoruması lazımdır. İstər kompüterin qabağında, istər telefonunda, istər qazetdə, jurnalda, istər internetdə. Harada olursan ol, sənə bilginən, ey müsəlman, halal deyil ki, naməhrəmlərə baxasan. Peyğəmbər s.ə.v Əli radiyallahu anhuya deyir ki, sənin üçün Allah cənnətdə mənzil hazırlamışdır və bir dəfə baxdıqdan sonra ikinci çönüb baxmayın. Nə deməkdir bu? Yəni, naməhrəmə birdən qəsd olmadan yolda gedirsən, haradasa qəsd olmadan baxdınsa, çönüb bir də baxma. Çünki ikinci baxmağın artıq göz zinası sayılır. Həmçinin qardaşlar, Allah Azza və Cəllə baxın, Furqan surasında buyurur, وَالَّذ۪ينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا Möminlərin sifətini sayarkən Allah Azza və Cəllə buyurur ki, möminlər o kəslərdir ki, onların sifətlərindən onlar Allahla bərabər başqasına ibadət etməzlər və haqsız yerə qan tökməzlər və zina etməzlər. Ayənin axırında gəlir ki, وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا Kim bunu edərsə, cəhənnəmdə əthəmə deyilən dərə var, ora atılar. Əthəmə deyilən dərə var, ora atılar. Təfsir alimlərinin bir çoxu deyir ki, xüsusən də sahabələrdən rivayət var, Abdullah ibn Amr'dan, həmçinin tabeinlərdən Ekrimədən və həmçinin Səid ibn Cübeyr və Mücahiddən ki, Allah Azza və Cəllə əthəmə dərəsini cəhənnəmdə zinakarlar üçün hazırlamışdı. Orada zinakarlar yanacaq deyə. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, o yerdə ki, zina və sələm çoxalar, oranı Allah Azza və Cəllə həlak eləyər.
Yəni oranın Allah tərəfindən oraya bəla gəlməsi ehtimalı daha çox olar. Həmçinin İbnül Qayyim rahimehullah zikr edir ki, insanın pis ölümünün axırının çox pis şəkildə tamamlanmasının səbəbindəndir bir insanın zinaya düşməsi. Ona görə zinaya səbəb olan bütün vəsilələrdən qardaşlar uzaq durmaq lazımdır. Onlardan birincisi əcnəbi qadınlardan uzaq durmaq lazımdır. Mütləq şəkildə, istərsən evdə, istərsən maşında, istərsən ticarət bölgələrində, istərsən qatarda, təyyarədə fərqi yoxdur. Harda olursan ol, xəlvətdə qalmaqdan uzaq dur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, elə bir kişi yoxdur ki, qadınla xəlvətdə qalsın, üçüncüsü onların şeytan olmasın. Yəni, bunlar belə olduğu halda əksər hallarda zinadan qaçılmazdır. İkincisi, qadınların çox olduğu məqamlara, bazar və başqa yerlər nəzərə almaq şərti ilə getməkdən çəkinginən, bu getməməyini Allah rızası üçün ibadət olaraq etkinən. Üçüncüsü, gözünü qorğunən. Çünki insanın gözü insanın zəhərli ox kimidir. Və ona görə Allah Azze və Celle Quran-ı Kərimdə buyurur, قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّ مِنْ أَبْصَارِهِمْ Möminlərə də ki, gözlərini qorusunlar. وَيَحْفَظُ فُرُوجَهُمْ Və həmçinin özlərini, övratlarını zinadan qorusunlar. Ona görə göz zinanın ən böyük vəsiləsidir. İnsan ilk öncə baxır və sonra onun haqqında düşünür. Dördüncü səbəb həmçinin bütün əxlaqsız qazetlərdən, əxlaqsız jurnallardan, internet səhifələrindən, telefonlara göndərilən şəkillərdən və əxlaqsız və həyasız filmlərdən, kinolardan uzaq durmaq lazımdır. Çünki bunların hamısı fahişəliyin cinayətini, fahişəliyin pisliyini yüngülləşdirir insanların gözündə və insanlardan hayanı, namusu, iffəti qaldırır. Ona görə o kəslər ki, qazetlərdə, jurnallarda, internet səhifələrində çılbaq, lüt qadınlara baxırlar və yaxud da əxlaqsız kinolara baxırlar, elə insanların gözündə zina etmək küçümsənir. Belə insanların gözündə hayasızlıq çoxalır və belə insanlarda haya, iffət, namus söhbəti çox az olur. Ona görə qardaşlar, bu şeylərin hamısından çəkinmək lazımdır ki, hətta sadiq və doğru mömin olaq. Allah Azze və Celle bizləri, zürriyyətlərimizi və bütün müsəlmanları bu çirkin əməldən qorusun. Və sallallahu aleyhi və səlləm və barik ala nəbiyyə Muhammed və ala alihi və sahbihi əcməin.